Salam, hər vaxtınız xeyir əziz üçüncülər. Bugün sizlərə təqdim edəcəyim mövzu perimetr və sahə mövzusu olacaq. Çox asan və sadə dərsdir. Gəlin ilk öncə perimetr ümumiyyətlə ay müəllim nə deməkdir? Bunu öyrənək. Çoxbucaqlının tərəflərinin uzunluqları cəmi onun perimetri adlanır. Baxın, çoxbucaqlıların tərəflərinin uzunluqları cəmi onun perimetri adlanır. Müstəvi fiqurunun tutduğu yer onun sahəsini müəyyən edir. Sahə vahid kvadratla ölçülür. Vahid kvadrat tərəfi 1 vahid olan kvadratdır. Vahid 1 cm olarsa, vahid kvadrat tərəfi 1 cm olan kvadrat olar. Nə deməkdir bu? İlk öncə, baxın, fiquru görürsünüz. Bu, belə deyək, çoxbucaqlının tərəflərinin uzunluqları cəmi onun perimetri adlanır. Şəkildəki bu, belə deyək də, fiqurun perimetrini belə tapmaq olar. Bütün tərəfləri toplayırıq. Sadəcə toplayırıq. Bütün tərəfləri toplayırıq və yazırıq ki, cəmi nə qədərdir? Bu da onun perimetri adlanır. Burada isə hər bir, baxın, sahəni soruşur bizdən, yəni sahəni izah edirəm. Hər bir kvadrat, bir vahid, bir kvadrat deməkdir. Baxın, bu formada. İndi gəlin elə tapşırıqlar üzərində öyrənək, niyə də olmasın. Deməli, verilmiş çoxbucaqlının perimetrini hesablayın. Perimetrini hesablayanda 2 + 4, 6, 6, 3, 9, 9, 5, 14, 14, 14, 14, 4, 18 cavab olacaq B variantı. Fiqurun sahəsi neçə vahid kvadratdır? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 vahid kvadratdır. Cavab A variantı. Fiqurun perimetrini hesablayın. Baxın, 3 desimetr, 6 desimetr, 3 desimetr. Bunun qarşı tərəfləri biz ümumiyyətlə həndəsəni keçəndə demişdik ki, paralelogramın qarşı tərəfləri bir-birinə bərabərdir. Bura 3-dürsə, burada 3-dür. Bura 6-dırsa, burada 6-dır. Deməli, 2 dənə 3 eləyəcək 6, o da 12, 18. Yəni 18 desimetrdir bunun perimetri, yəni toplayırıq. Aha, daha sonra düzbucaqlının sahəsini hesablayın. Sahəsini hesablayın deyirsə, 3-ü 5-ə vururuq. Baxın, n uzunluğa vurulur. N uzunluğa vurur. Bayaq vahid kvadratı soruşur. Hər hansı bir fiqurun sahəsini bizdən soruşursa, n uzunluğa vurulur. Burada da 3 dəfə 5, 15 olmuş olacaq. 5-də deyir, hansı sahənin ölçü vahididir? Sahənin ölçü vahidi, bax, B variantıdır. Üstündə 2 olan sahə, belə deyək də, sahənin ölçü vahididir. Hansı fiqurun perimetri 24 metrdir? Baxırıq. Deməli, bu bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucağın hər tərəfi 1-i 8-dir, hər tərəfi 8-dir. Yəni 3 dəfə 8, 24. Elə olacaq A variantı. 7-də də verilmiş düzbucaqlının perimetri 20 cm-dir. Bu fiqurun bilinməyən tərəfinin uzunluğunu tapın. Aha, perimetri 20-dirsə, ilk öncə 20-dən, daha doğrusu 7-dirsə, bu tərəfdə 7-dir. 7, 7, 14. Düzdür? Baxın, diqqətli olun. Bu düzbucaqlıdır. Düzbucaqlının qarşı tərəfləri bir-birinə bərabərdir. 7, 7, 14. Bəs bu 20-dən bu 14-ü çıxaq, yerdə qalsın 6. Düzdür? Axı bu qarşı tərəfləri də biz tapmalıyıq. 6 deyil, ha. Bir dənəsi deyil, 2 dənəsi olmalıdır. Bu 6-nı da 2 yerə bölürəm. Eləyir 3. Deməli, bu tərəflərdə 3-ə bərabərdir. Cavab B variantı olmuş olacaq. Tərəfi 8 cm olan kvadratın perimetrini hesablayın. Kvadratın biz bilirik ki, bütün tərəfləri bir-birinə bərabərdir. Bir tərəfi 8 isə 4 dəfə 8 eləyəcək 32 cavab C variantı. Perimetri 50 cm olan üçbucağın tərəfləri hansı variantda verilib? 50 eləmiş olsun. 16, 16, 32, o da 34 ola bilməz. 26 ola bilməz. 10, 18. 10, 18, 28, 22. Bəli, 50 cavab C variantı. Sahəsi 18 kvadrat santimetr olan düzbucaqlının bir tərəfi 3 cm olarsa, digər tərəfinin uzunluğunu tapın. Aha, sahəsi 18-dirsə,
düz bucaqlıdırsa, neçəni neçəyə vuranda 18 edir. Aha. Bir tərəfi 3-dürsə, digər tərəfi də 8-dir demək. Daha doğrusu 6-dır demək. 3 dəfə 6 18 eləmiş olacaq. Nə istəyir? Uzunluğunu tapın. Digər tərəfin uzunluğu heç nə 6. Mən də perimetrini tapacağımızı düşünürdüm. Elə B variantı olmuş olacaq. Daha sonra bu kütlədir. Aha, burada çalışmalar var. Çalışmalara baxaq. Baxırıq. Çoxbucaqlıların perimetrini tapın. 4 metr, 5 metr. Təbii ki də 4 metr, 5 metr eləyəcək. Yenə də bu tərəf 4 yazmadım. Bu tərəf 4, bu tərəfdə 5. 9, 9, 18. Perimetri 18'dir. Burada da hesablayırıq. 18'də 7 eləyir 25. Burada desimetrlər var. 11, 15, 26, o da 4, 30. 30 desimetr. Sahəsini istəyir. 2 dəfə 9, 18. 18. Oy, üzürlü sayın. 6 dəfə 3, 18 santimetrin kvadratı. 16 metrin kvadratı. Bax, bu formada olmuş olacaq. 3'də perimetr verilmiş fiqurların bilinməyən tərəflərini tapın. Bilinməyən tərəfi deyirsə, perimetr 18-dirsə, görünən tərəflərinə baxaq. 6 üstə gəl 4. Eləyir 10. Bəs ümumi 18-də axı. 18-dən də 10'u çıxırıq. Eləyir 8. Deməli, sual işarəsinin yerində 8 olmalıdır. 2'dir. Aha, digər tərəfi də deməli 2'dir. 2, 2, 4. 20'dən 4 çıxanda eləyir 16. 16'nı da 2'yə bölsək, eləyər 8. Deməli, uzunluqları 8 metr olmuş olacaq. Metrdir, bəli. Deməli, 3, 2, 5, 21. 27'dən də 25'i çıxanda eləyir 2. Düz hesabladım. Bizdən nə istəyirdi burada? Aha, yox. 6. 21. Bu da eləmiş olacaq 6. Bu formada hesablaya bilərsiniz. Bütün tərəfləri bərabər olan fiqurların perimetrini hesablayın. 4. 4, 4, 4. 1, 2, 3, 4, 5. 5 dəfə 4, 20. 5 dəfə 4, 20. 3, 3, 3, 3, 3. 1, 2, 3, 4, 5, 6. 6 dəfə 3, 18. 2, 2, 2, 2, 2, 2. 1, 2, 3, 4, 5, 6, 7. 7 və 2, 14 eləmiş olacaq. Baxaq, görək çalışma yenə varmı burada? Bu kütlədir, bu tutumdur. Baxaq, başqa perimetri var. Yox, yoxdur. Deməli, elə bugünlük video izahımız bu qədər uşaqlar. Növbəti video izahlarda görüşərik. Hələlik.